Quranla istixarə etmək nə dərəcədə düzgündür? Axı onun Quranla istixarənin mahiyyəti Quran açma deyil. Qurana təvəkkül eləməkdir. Özü də şəhid rəhbərimizin istiftaatında belə bir nüktə var. Buyurur ki, əvvəl insan hadisə ki, qarşısına gəlib istəyir bir iş adım atsın, bir hərəkət edəsin, əvvəl öz ağlına baxmalıdır. Allah-u Teala insana böyük nemətlərdən biri ağlıdır veribdir. İstəyir dükan açsın, istəyir bir alver eləsin, istəyir bir ailə qursun, istəyir bir sahədə çalışsın, istəyir institutda bir sahəni seçsin, bir fakültəni seçsin. Bəli. Bunlarda qalıb neynəsin? Hər halda ağlı vardır. Ağlı ilə biraz araşdırmalıdır. Özünün istedadı, özünün vaxtı, yaşı, baxsın, görsün, olar olmaz. İkinci məşvərətdir. Ağlıdan sonra məşvərət. O sahənin adamları ilə biraz otursun, məşvərət alsın. İstəyir bir mal gətirsin filan şəhərə. O malı satanlar orada var da. Bəli, Baxsın, bəli. görsünlər, olar mümkündür deyərlər, əslən bizim əlimizdə qalıb. Sən də olasan üçüncü bir adam, dördüncü, beşinci adam sənin əlində qalır. Ola bax, heç olmasa keçmiş müştəriləri vardı. Pəs əvvəl ağıl, sonra məşvərət. İndi insan araşdırdı, məşvərət elədi, yetişib bir sıra nəticələrə, vəli tam ruhu arxeyindəyim. Onda istixarədir. İstixarənin yeri əvvələn məlum olmalıdır. Mahiyyətdə istixarən budur ki, Allah, sən ki sonsuz qüdrətsən, sən ki səbəbkarsan, sən ki şəraitdə insanlara yardımçısan, köməkçisən, sənə təvəkkül edib bu işi görürəm. İstixarə insanın ağlını əvəz eləmir, istixarə insanın məşvərətini əvəz eləmir. Bir də üçüncü gücə insan bağlanır. O da Xaliqin gücünə.